geyir çəmən, gül açır tər yasəmən. Al-alban geyir çəmən, gül açır tər yasəmən. Sən danış qoy səsini, dinləyib doyur cəməyə. Sən danış qoy səsini, dinləyib doyur cəməyə. Yazın bahar nəfəsi var gülüşündə, sevib sevilmək həvəsi var gülüşündə. Yazın bahar nəfəsi var gülüşündə, sevib sevilmək həvəsi var gülüşündə. Yar baxışın canlanır, canlanır yar, aşıqı dərdə salır, dərdə salır yar. Baxışın canlanır, canlanır yar, aşıqı dərdə salır, dərdə salır yar. Gülüşür əməkimin, əməkimin, kah əlir, kah ucalır, kah ucalır yar. Yazın bahar nəfəsi var gülüşündə, sevib sevilmək həvəsi var gülüşündə. Yazın bahar nəfəsi var gülüşündə, sevib sevilmək həvəsi var gülüşündə. Sevgimin əzəlsən, eşqimin gözəlsən. Sevgimin əzəlsən, eşqimin gözəlsən. Qoymaraq sözlərindən, hər sözü məzəlsən. Qoymaraq sözlərindən, hər sözü məzəlsən. Yazın bahar nəfəsi var gülüşündə, sevib sevilmək həvəsi var gülüşündə. Yazın bahar nəfəsi var gülüşündə, sevib sevilmək həvəsi var gülüşündə. Baxışın canlanır, canlanır yar, aşıqı dərdə salır, dərdə salır yar. Hər zamanlar bu yaşkine cövlan etmişəm yar. Bakışın canlanır, canlanır yar, aşıqı dərdə salır, dərdə salır yar. Bakışın canlanır, canlanır yar, aşıqı dərdə salır, dərdə salır yar. Gülüşün əməkimin, əməkimin, kah əlir, kah ucalır, kah ucalır yar. Yazın bahar nəfəsi var gülüşündə, sevib sevilmək həvəsi var gülüşündə. Yazın bahar nəfəsi var gülüşündə, sevib sevilmək həvəsi var gülüşündə. Yazın bahar nəfəsi var gülüşündə, sevib sevilmək həvəsi gülüşündə. Gözəl alqışlarınızla. Ay çox sağ
sağ olun. Gözəl alqışlarınızla Nəğməli Dünyanı başladıq. Əlbəttə ki, bizi izləyən, saat 7 tamamı səbirsizliklə gözləyənlər. Axşamınız xeyir olsun, gününüz uğurlu olsun. Bugün də Nəğməli Dünyada köndürlü musiqi ilə dolu olan qəlblər birləşəcək. Odur ki, əzlərimiz hər zaman olduğu kimi sevə-sevə izləyin, ekranlardan uzaqlaşmayın, qətiyyən. Çünki bugün çox maraqlı qonaqlarımız var, tamaşaçılarımız var, ifalar eşidəcək, poeziya söykənəcək və bütün bunları yalnız, bax elə bu andan etibarən izləyəcəksiniz. Bir yaxşı çay süfrəsi hazırlayın, bizi izləyin. Bilirəm ki, çoxlar işdən gəlib, yorğundular. Amma verilişimizi izləyərək zövq alırlar. Çünki gözəl musiqilər olacaq. Elə musiqi demişkən böyük sənətkarımızı studiyamıza dəvət etmişik. Elə onun ifaları ilə də verilişimizi başladıq. Qonağımız isə əməkdar mədəniyyət işçisi, gözəl xanəndəmiz Aşıq Əvəzxan Xankişiyevimiz. Buyur, xoş gördük Əvəzxan müəllim. Bir mikrofonla salamlayaq bizi izləyənləri. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Çox sağ olun, mənə bu verilişə dəvət edildiyinizə görə sizə bu televiziyanın müdiriyyətinə öz təşəkkürümü bildirirəm, xalqımı da salamlayıram. Təşəkkür edirəm. Gözəl ifanıza görə mən sizə təşəkkür edirəm. Əslində, siz bizim üçün çox əziz, çox dəyərlisiniz və bugün də ilk dəfədir bizim efirdəsiz Nəğməli Dünyada. Sizi gördüm, könlüm şad oldu. Könüllərimiz şad olsun. Hə, bir alqışlar gəlsin. Burada mənim dostlarım burada əyləşiblər. Hamısı da mənə əzizdir. İşdən gəliblər. Amma işdən çıxıb birbaşa gəlirlər studiyamıza. Çünki burada gözəl ifalar var. Həm zövq alır, elə deyilmi? Həm zövq alırlar, həm yorğunluqları gedir. Çox gözəldir. Siz də əgər bizim Nəğməli Dünya verilişində qonaq qismində iştirak etmək istəyirsinizsə, deməli, hər şənbə 6 tamamda gəlirsiniz. Bu gözəl insanlarla bərabər verilişimizi canlı-canlı izləyə bilərsiniz. Təbriklər, kimlərsə istəyir ki, efir vasitəsilə təbriklər olsun və yaxud da ki, qonaqlarımıza hər hansı bir sualınız varsa, nə edirsiniz? WhatsApp nömrəmizi ekranda görürsünüz. Yazın, amma qısa yazın, çox xahiş edirəm. Çox yazırsınız, oxuya bilmirəm, çünki digərlərində SMS-lər var ki, onları da səsləndirmək istəyirəm. İndi isə studiyamıza çox gözəl bir xanımı dəvət edirəm, bəh, bəh, bəh. Elə gözəl geyinib bugün, özü gözəl, sözü gözəl, musiqisi gözəl, həyatı gözəl, bir xanım xatın və bir də onda bir xüsusiyyət var ki, hansı bir dərdi, problemi, üzüntüsü olanda da yenə də üzü gülür mənim kimi. Studiyamıza gəlir. Xalqın sevimlisi, hər birimizin sevimlisi Tahirə xanım Muradova gəlir. Bəh, 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 bəh. Gözəl arıcımız. Saçı səndən, hənası məndən, küsmə çumaday bala gəlin. Saçı səndən, hənası məndən, küsmə çumaday bala gəlin. İsmi pənha dilinə qurban, dilinə qurban. Dilinə qurban, dilinə qurban. Belin ağrayır, belinə qurban, qurban, qurban. Belinə qurban, belinə qurban. Beli səndən, kəməri məndən, küsmə çumaday bala gəlin. Beli səndən, kəməri məndən, küsmə çumaday bala gəlin. Üzün ağrayır, üzünə qurban, qurban, qurban. Üzünə qurban, üzün ağrayır, üzünə qurban, qurban, qurban. Üzünə qurban, üzü səndən, əlli məndən, küsmə çumaday bala gəlin. Üzü səndən, əlli məndən, küsmə çumaday bala gəlin. İsmi pənha dilinə qurban, dilinə qurban. Dilinə qurban, dilinə qurban. Belin ağrayır, belinə qurban, qurban, qurban. Belinə qurban, belinə qurban. Beli səndən, kəməri məndən, küsmə çumaday bala gəlin. Beli səndən, kəməri məndən, küsmə çumaday
eline kurban 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 eline kurban elin ağrayır eline kurban 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 eline kurban eli senden baratı benden küsme çumada ay bala gelin eli senden baratı benden küsme çumada ay bala gelin ismi pınha diline kurban diline kurban diline kurban diline kurban belin ağrayır beline kurban 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 beline kurban beline kurban beli senden kemeri benden küsme çumada ay bala gelin beli senden kemeri benden küsme çumada ay bala gelin beli senden kemeri benden küsme çumada ay bala gelin beli senden kemeri benden küsme çumada ay bala gelin. Sağ olun. Çok sağ olun. Xoş gəlmisiniz. Çok sağ olun Xuraman xanım. Allah sizi var eləsin. Müdiriyyəti Allah var eləsin. Amin. Gözəl insanlara eşq olsun. Mənim dostlarıma da eşq olsun. Ələxüsus sizə, burada işləyən bütün işçilərə, mənim dostum, canım Məryəm xanıma da bugün xeyriyyəçi insandır. Mənə deyik, mənim adımı Nə xeyir çəkərsən verir orada. sizə, nə xeyir verir? Xeyir verəcək inşallah. Hə, ümidlə bəsləyim. Ümidlə. Həmişə xeyriyyətçi deyəndə hə. mənim ağlıma gəlir, görüm, Hə. neyniyibdir, yoxsa elə belə bir-iki Elə deyim ki, ürək sevinsin də. Hə, O sevinsin, Anladım. insandır. İnsanları sevindirmək Allaha da xoş gedir, bəndəyə də xoş. Sizi kim sevindirir? Məni sevindirən Allah olsun bir dənə. Ay, nə gözəl. Vallahi əsas sevindirən olmayıb məni. Quramı yaxşı yadıma saldım. Niyə sevindirmirlər? Bilmirəm. Nə deyirlər? Olmayıb da. Olsaydı bu vaxta Bax, qədər... sizin nə olsa sevinərsiniz. Mən Elə də- insan var ki, adi bir, balaca bir sözdən də xoşbəxt olur. Bilsin, Sizi kim xoşbəxt edir? Dünyamız salamat olsun. Aha, Allah Teala bütün neməti, əzuqanı bizim millətimizə qismət eləsin. amin. Salamatlıq olsun. Bax, mənim həyatım budur. Heç kəs ölməsin. Kişilər burada nəsə dedi, Heç kəs başa məzun- düşmədim. Dedi, Kişilər xan- mənə baxır, deyirlər, gör də nə Yox, düz danışırsan. Düzdür. İcazə verin, görüm orada bir tamaşaçımız nəsə demək istəyir. Hə, nə demək istəyirdiniz? Ürəyimdə... Yox, gəl mikrofonla deyin də onu. Hə. Akşamınız xeyir olsun. Tahirə xanım, xoş gəlmişsiniz, xoş gördük sizi. Bəli, gözəl xanımdır, rəhmətli bacılarını da tanıyırdıq. Gözəl oxuyanlardılar. Çox şadıq ki, Rübabə bugün- xanım Muradova. Bəli, Ürbəbə xanım, sonra Mavrux xanım, onlar iki bacıları oxuyurdu onların. Çox xoş oldu ki, bugün bizim üçün də Tahirə xanımı da burada canlı gördük. Təşəkkür edirəm. Sağ olun. Canlı izləmək nə bəs. Əvəzxan müəllimə necə sözünüz varmı? Əvəz xanım, müəllimiz salamlaşdıq, görüşdük, Hə. qucaqlaşdıq, bəli. Bu da Təşəkkür. xoş gəlib. Xoş gəldik bir də hər birinizə. Bir alqışlarla bu gözəl gözəl insan Tahirə xanımı studiyamıza gedin, əyləşin. Birazdan çay da gələcək. Ürəyin harda? Orada Orada bir sevindim. Tahirə Gözəl xanım. insanları gördüm. Ay Allah. Tahirə xanım, orada 3 dənə kamera var, 4 dənə. O kameranın o tərəfinə getmək Ay istəyirsən. bacı, ay bacı, Hə. müdür sənsən. Müdür, mən nə müdürüm? Sən harda Evin müdür? aparıcıyam. Evin qonağıyam mən. Evin Hə. qonağı, evin yiyəsini sənsən. Hə, denə ev sahibisən. ev sahibisən. İndi ev sahibi deyir ki, gecə o gülləri olan stolun birində əyləşin. Burada. Çaşıb gedib başqa stolda əyləşəm. Mənim evimi yıxma, canlı efirdə. Burada, bax burada əyləş, divanda. Bir alqışlarla. Tahirə xanım elə aparıyoruz. Elə birinci dəfə də efirə gəlir. Ay Tahirə xanım, nə olub sizə? Gəlmişəm verir sizə Quraban xanım. Bilirəm canım. Mikrofonla. Bu verişə birinci gündür. Hə, bu verişə ilk dəfədir deyə bilmir də. Amma bizim üçün çox əzizdir Tahirə xanım. Amin, amin, amin. İndi isə studiyamıza çox sevdiyim bir xanım var. Onu dəvət edəcəm. Onu həm çox sevirəm. Gözəl xanımdır, gözəl anadır. Yazıcı xanım, şeirlər oxuyur, qiraətçidir. Onu dəvət edirəm studiyamıza. Azərbaycan jurnalistlər, deməli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü. Sonra Məhsətli Şairlər Məclisinin sədridir. Çox gözəl xanımımız. Cavahir xanım Qaraqız gəlir. Çöldə çiçək oldum, çəməndə naxış. Şimşəkdə od oldum, buludda yağış. Sirli bir göz oldum, nurlu bir baxış. Çevrildim çeşməyə, qarışdım çaya.
Səni sevmək üçün gəldim dünyaya. Mən 1000 il əvvəl də gələ bilərdim. Mən 1000 ildən sonra da ölə bilərdim. Zamanı başqa cür hesablayardım. Vaxtı başqa cürə bölə bilərdim. Düşübsən doğulan həftəyə, aya. Səni sevmək üçün gəldim dünyaya. Səsini eşitdim, səsdən səs aldım. Çağıraq gülüşündən güc, həvəs aldım. Sən nəfsim oldun, mən nəfəs aldım. Muştuluq verdilər günəşə, aya. Səni sevmək üçün gəldim dünyaya. Neçə dinsizləri dinə gətirdim. Qorudum sümbülü dənə gətirdim. Könlümdə nə varsa sənə gətirdim. Mənim yollarımı kəsə bilmədim. Nə sərhəd, nə dəmir, nə daş, nə qaya. Səni sevmək üçün gəldim dünyaya. Leyli də, əsli də, şirin də mənəm. Leyliyə, şirinə qanat da mənəm. Ölüm də, sevgi də, həyat da mənəm. Şükür yaradanın verdiyi paya. Səni sevmək üçün gəldim dünyaya. Səni sevmək üçün gəldim dünyaya. Teşekkürler, güzel. Hoş gelmişsiniz. Akşamınız xeyir olsun. Necəsiz? Çox sağ olun Xuraman xanım. Var olun, salamlayıram bütün Azərbaycanı, bütün Turan illərini. Bu günlərdə Azərbaycanımız çox möhtəşəm bir beynəlxalq tədbirə imza atdı. Ümumdünya Şəhər-Səlma Forumu çox yüksək səviyyədə uğurla başa çatdı. Bu münasibətlə bütün Azərbaycanımızı təbrik edirəm. Teşekkür Var ederim. olun. Gözəl şeirə görə mən də sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Həm əzlərimiz, əziz izləyicilərimiz, bilirsiniz ki, studiyamızda bizim dəyərli qonaqlarımız var. SMS-lərimizi birazdan oxuyacağım hamısını bir-bir. Amma yox, sizdə olsun. Məndə 4 dənə mikrofon var üstümdə. Heç narahat olma. Hə, Əvəzxan müəllim səhhətində biraz problem vardı, amma şükür Allah indi belə gördüm. Sizin prodüserunuza da təşəkkür edirəm, çox sağ olsun. Sizə bax belə qulluq edir. Bilirsiniz necədir? İnsan o səhhətində biraz problem olanda, bəzən məhrumiyyətə düçar olursan, sanki heç varsan, amma yox kimi özünü hiss edirsən. Allah heç kimə xəstəlik nəsib eləməsin. Əgər varsa da Allahdan şəfa diləyək. Əsas odur ki, dərdimizin dərmanı var. Vay o günə ki, dərman olmuyor. Allah sizi qorusun. Mikrofon sizdə var mı? Yoxdur. Cavər qam 3 dənə mikrofon. Təşəkkür edirəm. Mikrofonları söndürməyin. Qoyun elə açıq, buyurun. Deyirəm, özü necə hiss edirsən indi? Çox gözəl. Ay maşallah. Allah xalqımın canı sağ eləsin. Təşəkkür edirəm. Əvəzxan müəllim, bax bugün... Həkimlərimizin canı sağ eləsin. Bəli, Allah həkimlərimizə də canı sağ eləsin. Əvəzxan müəllim, bax bu gənclik ilinə dönsən əgər, yəni insan o bəzən fikirləşsən, cavanlıqda bax bu belə olsaydı bu sözü deyərdim, bu hərəkət eləyərdim. Birdən oldu da elə bir şans gəldi, gənclik illərinizə dönürsünüz və onda o günlər üçün bugün nə deyərdiniz? Çox çətin sualdır. Əvvəla gənclik elə bir dövrdür ki, gedir dala qayıtmır. Elə deyirlər də, amma bəzən xatirəmizdən silinmir. Xatırlayanda adi bir kəndə gedirsən, orada uşaqlıq illərimi görəndə heyfsilənirsən ki, kaş o vaxtı bunu etməzdim. Yox, ona qalanda bəli, doğrudan çox səhvlə buraxmışam. Həddindən artıq. Bəli, çox səhvlə buraxmışam. Və səhvdən necə nəticə almışsınız mı? Deyir, bəzən insan etdiyi səhvdən bir nəticə alır və deyir, bir də bu səhvi etməyəcəm.
Yox, bilirsiniz, Olur mu mən elə şey? elə bir səhvlər eləməmişəm ki, hardasa onun peşmançılığını çəkim. Mən çalışmışam, kiməsə yaxşılıq eləyim, eləmişəm, amma sonra o adamdan xainlik görmüşəm. Hə, xəyanət görmüsünüz. Xəyanət deyəndə ki, nə xəyanət eləyəcək? Yəni, şərəfsizlik görmüşəm. Elə insanlardan Allah bizi 25 uzaq il eləsin. bir dostuma hörmət eləmişəm. 28 il bir dostuma. Bir dostum o üzr istəyirəm, bəlkə də yeri deyil. Dedi ki, bacım acından ölür. Heyvanlarım vardı bir. 100'ə qədər, 60'a qədər qoyunum vardı, üzr istəyirəm, bəlkə də bu söhbətin yeri deyil. Biri 25 dənə toğlum vardı, 6 inəyim vardı. Neynədin onları? Dedi ki, bacım acından ölür, ver bacım saxlasın da, özgəsinə saxlayan hörmət edirdim də. Siz Mən də də heyvanları verdiniz. Gətirdim, verdim. Sağlığı il yarımdan sonra bir nəfər mənə dedi ki, Əvəzxan müəllim, sən bir yarım ildə maraqlanmason, ancaq o heyvanına əl-əsəsə əsərləmət qalmayacaq. 3 dənə dügəni satıb, 24 toğlunu satıb, 64 qoyunu satıb, yerinə 40 dənə qoca qoyunlar alıb qoyub. Axırı nə oldu, axırı? Axırı nə oldu? Getdi heyvanlar. Hə? Heyvanlar getdi. Getdi işini dalacaq. Getdi işi. Eybi yox da. Getdi. Əsas o Zato- canınız sağ olsun. O rus sözü olmasın. Mən Əvəzxanam. Bəli. O kimdir? Mənim hesabıma yaşayırdı. İnstitut oxumağına kömək O elədim. bir nəfərdir, hə? Evlə- Əvəzxan müəllim. 2 nəfərdir. 2 nəfərdir. Hə. İnstitut oxumağına kömək elədim, evlənməyinə kömək elədim. Öz toyun hava elədim, qardaşın toyun hava elədim. Eybi yox da. Ürəyiniz Yəni üzməyin Əvəzxan müəllim. nə bacardığımı elədim. Qoşa Hə. kostyum alırdım. Nə Can. olsun? Mən Əvəzxanam. O kimdir? Allah sizə can sağlığı versin. Yəni Bilsin belə səhvlərim olub, başqa yox. Bəli, əsas elə səhvlər olur, düzdür. Bəzən insan deyir, bir də aldanmayacağam, amma həyat belədir ki, biz o qədər ürəyimizdəki o uşaqlıq hissi var ki, unutmuruq o anları və yaxşılıqlarımızı edirik. Əsas o da. İndi isə reklama keçirik. Reklamdan sonra buradayıq. Kanalı dəyişməyin, bizi izləyin. Çox gözəl qonaqlarımız var. Mən sənə yüz tutub deyirəm yenə, mən sənə yüz tutub deyirəm yenə. Niyə ürkək baxırsan mənə, niyə ürkək baxırsan mənə. Nəyə gülümsəyib baxdılar şəhər, nəyə gülümsəyib baxdılar çiçək. Sinəsi parladı parpaya, Həzərin sinəsi parladı parpaya. Gələsti titrədi səsənli şalvar, Gələsti titrədi səsənli şalvar. Sayılı mələmətə yaxdılar çiçək, Sayılı mələmətə yaxdılar çiçək. Nəyə gülümsəyib baxdılar çiçək.
geçmiş iller o iller. Artık geçmiş iller o iller. Neçə yol açmışdır güller o güller. Neçə yol açmışdır güller o güller. Demek ki yadımdan çıktılar çiçek. Demek ki yadımdan çıktılar çiçek. Ah yüreğimi yaktılar geçer. Demek ki yadımdan çıktılar çiçek. Ah yüreğimi yaktılar geçer. Demek ki yadımdan çıktılar çiçek. Ay teşekkür ederim. Əzizimiz, Allah sizi var eləsin, gözəl sənətkarımızın bu ifasından sonra nə edirik? Tahirə xanım, mikrofonu götürüb biz sizdən də biraz söhbət edək. Allah sizi var eləsin. Əvəz xanım, bayaqdan SMS-lərimizin sayı hesabı yoxdur. Hamısı sizə xoş sözlər deyib. Bütün qonaqlarımız odur ki, sevə-sevə də izləməkdə davam edin. Necə sizi? Çox gözələm. Bu arada çox Bu gün dəyişmişsiniz. sizi görmüşəm. Aha. Əvəzxan müəllimi görmüşəm. Cavahir xanımı görmüşəm. Bu gözəl sənətkarımıza eşq olsun. Səs var da. Bəli. Nə demək olar? Əvəzxan müəllim elə bir maşallah. insandır ki, mən düşünürəm ki, heç bir zaman yaddaşlardan silinməyəcək. Aylar da keçəcək, illər də keçəcək. Heç vaxt unudulmayacaq. Çünki onun ifaları o qədər gözəl ifaları var ki, hansında oxuyur, möhrü var. Möhrlənib. Bəziləri oxuya bilər, amma görsən ki, Əvəzxan müəllimin o şirinlikləri var, improvizalar var ki, onları deyə bilmirlər. Amma eşq olsun Əvəzxan müəllim. Elə sizə də, Tahirə xanım sizə də, bizim gözəl qiraətçimizə də, jurnalistimizə də, hər birinizə Allah var eləsin. Tahirə xanım, yeni mahnılar yazdırırsınız mı? Bax, indi görürsünüz də mahnılar, xalq mahnıları var ki, onlara bir yenilik gətirirlər, aranjman edirlər, sözlərdə bir balaca dəyişiklik var. Doğrudan eləməmişəm Xurama. Nə əcəbi? Mən elə gəl ki, siz çox tənbəlləşmişsiniz. Çox tənbələm. Boynunuza da alırsınız, etiraf edirsiniz. Ruh verin, ondan sonra görün dalınızı. Mən ruh verim. Hə, ver. Yəni, xanımdan ruh alabilirsiniz. Bəli, bəli. O mənə, siz verirsiniz, məni Bax, hansı qidalandırırsınız. söz sizə? Deyirsə, təzə mahnı yazdır. Bu nə deməkdir? Mən deyirəm ki... Mənə ruhlanıram. Mən birisi nə demək istəyirəm. Bəli. O qədər səsi olmayıb. Oxuyanlar var ki, o qədər səsi olmayıb, oxuyanlar var. Elə deyilmi? Bax, Var. onları görürsünüz, gündə bir mahnı yazdırırlar. Bacarana can qurban, bacarırlar. Siz də bacarırsınız. Sizin səsiniz var, amma Mənim oxumursunuz. səsim var, doğrudan var. Rubabiyə də çilit vurur, oxuyuram demə, öz səsimdən də razıyam. Ki, bu vaxta qədər səsim Nədən var narazısınız? yerindən. Bir də onu deyin mənə. Narazı ki, indi elə bir şəraitdir ki, hər şey pulun üstündədir. Hər şey pul üstündədir. Bəzən deyirlər, pul əl çirkidir, amma Evet, əl çirki yalan deyil. sözdür. O sözü kim deyirsə, yalan deyir. Yalan deyim, yalan deyim. Hər mahnıda gör nə qədər pul lazımdır, vəsait lazımdır. İndi deyir, yorğanıma bax, ayağı uzat. Atılan misaldır. Düz deyir Əvəzxan müəllim, düz deyirəm. Əvəzxan müəllim də təsdiqləyəcək ki, düz deyirsiniz. Hə, bu günə şükür. Hə, günümüzdə Məsələ şükür. kəmiyyət deyil. Keyfiyyətdir. Burama xanım, bəli, keyfiyyətli olsun. Keyfiyyətdir. Bəli. Nə olsun? Bir tarçalan vardı, çargah çalırdı. Axırda 10 dana vurdu, dank, 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 dank. Amma Əhsən də daşı bir dənə vurdu, dank. Bəs mən nə deyirəm? Məsələyirdi. Öz möhrünü vuran ifalarımız var ki, Ha, hansı ona ki, görə adları Əhsən gələndə Dadaşov, bilirsən ki, Baba Əhsən Dadaşovdur. Salahoğlu. Gitara deyəndə bilirsən ki, Rəmişdir. Allah rəhmət Allah eləsin. rəhmət eləsin. Habil müəllimi yadımıza salanda anındaca onun ifaları, bəzən də elə diqqətlə dinləyirsən, bir insan ağlamamış olmurdu. O, deməli, həmişə deyirəm, Habil Əliyev, Allah rəhmət eləsin, kaman ifa edəndə ürəyin sarı simini toxunur. O kamana toxunur, kamanın da səsi, musiqisi ürəyimizin siminə toxunur. Amma nə etmək olar ki, çox təəssüflə qeyd edirəm ki, bugün sosial mediada görsəndə nə qədər insanlarımız var ki, hamısı müğənni olmaq istəyir, hətta az yaşlı uşaqlarımız da, səsi olmayanda. Bakıda olan müğənni heç bir dünyada yoxdur. Harada olan? Bakıda olan müğənnilərin sayı heç Bəzən baxırım, deyirəm, bu mikrofon zavodunda istehsal olan zavod bağlansa, bəlkə düzələr. Maşallah olsun, maşallah. Hamı oxumaq istəyir.
Allah qüvvə versin. Nə deyə bilərəm? Heç nə. Biz necədir, mən sizinlə razıyam, amma çox təəssüf ki, bəzən düşünürəm, deyirəm, bəlkə də bunlar yaxşı dərzi olardı, bəlkə buna yaxşı müəllim olardı, səsi yoxdur, amma deyir elə oxuyun. Bəzən də birisi nəyə rastıma gəlib bu yaxınlarda, sosial şəbəkədə səs yazma studiyasında elə biri oxuyur, onda səsini yazıb heylədə paylaşırlar. Heç olmasa o səs yazma studiyasını, elə efirdən deyirəm, heç olmasa onlar utansın ki, mən kimləri səsini yazıram, kimlər oxuyacaq. Sonra onun deməli, hazır olanda da paylaşır. Baxır ki, o səsi necə düzəldib. Yəni, biraz baxıram, deyirəm, özüm də pis oluram ki, yəni, bunlar səsləri olmayanlar oxumasa yaxşı olur. Amma biz sizi bura dəvət etmişik ki, səs olmayanlar və yaxud da ki, sanki mahnı oxumurlar, idman eləyirlər. Bütün bədənin əzaları hərəkətə gəlir. Ondan sonra gedin, baxın bu sənətkarlara, baxın, görün necə oxuyurlar. Sonra bədənləri açıq-saçıq geyinənlər, baxın, neçə ilin müğənnisidir, heç onu görün, açıq-saçıq geyimi varmı? Yox. Səsi olan onu eləmir. Mən elə düşünürəm. Elədir? Tahirə xanım. Yaxşı müğənni, sənətkar nə paxıl olur. Həmişə yaxşı olur. İstedadı olanın paxılı olmur. Mən bunu özüm təsdiqləmişəm. Bəli, bu mənim öz sözümdür, həmişə deyirəm. Əgər incəsənət aləmində müğənni də ola bilər, şair də ola bilər, bəstəkarı da ola bilər, rəssamı da ola bilər, onun özünün bacarığı varsa, o heç vaxt paxıl olmur. Yox, haradasa axsayırsa, büdürüyürsə deməli o paxıldır. Ona görə də paxıl olmaq da çox bir şeydir. 2 illik, 3 illik oxuyanlardır. Sonra... Bəli, onlar, mən yenə də deyirəm, Tahirə xanım, siz dediyiniz ki, müğənnilər var. Onlar 1-2 ildən sonra unudulacaq. Əsas, siz unudulmayasınız, amma həmişə yadda qalasınız. Çox sağ olun, təşəkkür edirəm. Bir alqışlar gəlsin bizim sənətkarımıza. Gəlin ifamıza davam edək. Gözəl ifamızla, Tahirə xanımın ifası ilə verilişimizi davam edirik. Əzlərimiz, SMS-lərinizi yazın, oxuyacağım. Dağlar başında ceyran bağlarlar, ceyran bağlarlar. Ceyranın balasını ovçu yaralar, ovçu yaralar. Ağac olaydın, yolda duraydın, sen gelen yola kölge salaydın. Ağac olaydın, yolda duraydın, sen gelen yola kölge salaydın. Yeri mən də gəlim dalınca, dəsmal ilə apar məni yanınca. Yeri mən də gəlim dalınca, dəsmal ilə apar məni yanınca. Vətənim səfalıdır, bağdır meşədir, bağdır meşədir. Sevgimin qəlbi safdır, sevgimin qəlbi saf, sanki şüşədir, sanki şüşədir. Ay gedən oğlan, eşit bir dayan, sevirəm səni balam, eşqimə inan. Ay gedən oğlan, eşit bir dayan, sevirəm səni balam, eşqimə inan. Yeri mən də gəlim dalınca, dəsmal ilə apar məni yanınca. Yeri mən də gəlim dalınca, dəsmal ilə apar məni yanınca. Uca dağlar başında ceyran bağlarlar, ceyran bağlarlar.
Ceyranın balasını, ceyranın balasını Ovçu yaralar, ovçu yaralar Ağac olaydım, yolda duraydım Sen gelen yola kölge salaydın Ağac olaydım, yolda duraydım Sen gelen yola kölge salaydın Yeri yeri, yeri yeri mən də gəlim dalınca Dəsmal ilə apar məni yanınca Yeri yeri mən də gəlim dalınca Dəsmal ilə apar məni yanınca Teşekkürler Tahirə xanım. Gözəl ifanıza görə minnətdaram. Xuraman xanım, çox sağ olun. Sizi görəndə ruhlanıram. Ay, nə gözəl. İnsan belə olmalıdır. Əsas odur. Atamızı belə olmalıdır. Düz demirəm. Onu siz bilə. Ay, sağ Deyirəm, bizim burada gözəl müəllimimiz var. O operatorumuz, qırmızı qalstuklu bəyimizi lap yaxından verir müəllimi. Biraz yaxından verək, onu krupunu görsünlər biz. Aha, indi mənim bir sözüm var, maraqlıdır. Evə necə gedəcəksiniz bilmirəm. Ha? İri planda sizi göstərdilər efirdə. Siz evə necə gedəsiniz, mən o bilmirəm də, yəni. Hə, mikrofonu verin. Mikrofonu verin, görüm. Əl-ələ tutdu Tahirə xanımla. İndi bilmirəm, bəlkə də indi xanımınız razı qalar, bilmirəm, amma siz məncə bugün evə getməyin. Geçmeyin, buyurun elə qalır. Dostlarımızın birindən yaxın. Ha? Qısqanan deyil mi? Ya, nə gözəl. Heç vaxt qısqanmıyor, yoxsa indi bu yaşda? Qısqanmıyor. Elə xanım var yəni. Ona görə əlindən tutdunuz Tahirə xanımı. Allah sizə ömür versin. Çox sağ olun. Hə, sözünüz var, buyurun. Xuraman xanım, çox sağ olun. Sözün həqiqi mənasında belə gözəl müğənniləri tapıb bu Dünya TV'də bütün xalqımıza çatdırarsınız. Bu çox böyük qiymətdir. Çox Teşekkür. böyük hünərdir. Çox böyük indiki zamanda belə müğənniləri üzə çıxartmaq, tanıtmaq. Onların tanınmağa ehtiyacı yoxdur. Tanınırlar. Sadəcə efirimizə dəvət edir. Dəvət eləmək. İndi çoxlar, bəzilər belə siz demiş, elərini dəvət edirlər ki, bunlar kölgədə qalırlar. Ona görə daha çox lazımdır bunları işıqlandırmaq, bunları dəvət eləmək. Teşekkür edirəm. Tahirə xanımın məni o günlərə qaytardı, keçmişə qaytardı. Mən uşaq vaxtından Rübabi xanımın fanatı olmuşam. O karifey sənətkarı idi. Sözün həqiqi mənasında bütün muğamları o qədər dərindən, o qədər hissiyyatlı. Teşekkür. Necə də dinləyirmiş. Bu gün də Tahirə xanımı gördünüz. Tahirə xanımı gördüm, o günlərə qayıtdım. Elə bildim ki, Rübabi xanımı görürəm. Allah rəhmət eləsin. Ruhu şad olsun. Gözünüz yaşarır. Mən artıq xahiş edirəm ağlı gözünüzdən yaş gəlməsin. Yəni olur bəzən insan, elə insan müğənnilərimiz var ki, onlar unudulmur, yadda qalır. Fanat edib də o vaxtı çox olub belə. İndi də hər dəfə onun musiqilərini, onun muğamlarını oxuyuram, qulaq asıram. Gedirəm o vaxtlara qaydıram. Deyirəm, ilahi, belə sənətkarlarımız var idi. Nə gözəl. İndi də var, indi də var. Rübabi təmiz başqa aləm idi. Təşəkkür edirəm. O karifey. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Ruhu şad olsun. O deyir sizə gedirəm dinləyəndə. Əsas odur qayıdırsınız, əsas odur. Getdiniz, orada qalmayın. Qayıdın gəlin. Ay sizi. Doğrudan da mən bu insanları çox sevirəm. Birini görməyəni deyirəm, ay bu niyə yoxsunuz? İşdən çıxırlar, birbaşa gəlirlər verilişimizə. Gözəl-gözəl dincəlirlər, dinləyirlər, izləyirlər. Nə gözəl. Hə, indi isə SMS-lərimiz var. Ay, nə gözəl. Görüm nə yazıb tamaşaçılarımız, bayaqdan yazılır. 114 SMS var, əzizlərimiz, yarısını oxuyaram. Salam Xuraman xanım, yenə gözəlsiniz. Qonaqlarınızı salamlayıram. Mən də nəvəmlə rəqs etdim. Ay, nə gözəl, çox sağ olun. Sizi həmişə izləyən Topuş nənə. Topuş nənə. Hə. 14-56 nömrəli abunəçi xahiş edirəm, zəng vurmayın. Xuraman xanım, Allah sizdən razı olsun. Zeyvər xanım, nə gözəl, qızı Samirə bizim verişimizdə olmuşdu. Hə, Allah canınızı sağ eləsin. Salam, sizi salamlayıram. Qonaqlarınıza imkan olsa mən istədim mahnını səsləndirəsi. Yaxşı, olar. Birazdan səsləndirərik ifalarını.
İndi sizə sözü verirəm Gözəl xanımıza. Bir gözəl şeir desin. Cəvahir xanım, buyurun. Məmnuniyyətlə. Xuraman xanım, əvvəla bu gözəl dəvət üçün mən Ramiz müəllimə, Aybəniz xanıma və Nəğməli Dünyanın ağ göyərçini Xuraman xanıma dərin təşəkkürlərimi bildirirəm və şeirimi də sevgisi yarıda qalanlar üçün deyirəm. İlk şeirimiz ölməz şairimiz Zəlimxan Yaqubdan idi. Bugün ürəyimdən elə gəldi və bu şeirimiz də Nüsrət Kəsəməlinin şeiridir. Nə bilərdik? Buyur. Nə biləydik, bu sevginin sonu yox. Nə biləydik, dünya belə dönəcək. Nə biləydik, sevgi adlı bir qonaq ikimizin arasında öləcək. Ulu sevgi göydən yerə indi mi? Nə dayandı yolumuzun üstündə? Bu məhəbbət soyuduqca sən demə. Can verirmiş qolumuzun üstündə. Hər görüşə sürünürdü ayaqlar. O çəmənlər bir baharlıq səməni, dodaqları yandıranda dodaqlar. Ürəyimiz üşüyürmüş deməli. Əyləncələr qoymadı ki göz açaq. Hər istəyi biz beləcə bitirdik. Payız gəldi, toy bayramla biz ancaq yarpaq yarpaq günümüzü itirdik. Şirin oldu yalanların zəhəri, həqiqəti gizləmişik həmişə. Sevgililər oyaq qaçdı səhəri, biz axşamı gözləmişik həmişə. Yuxu gördük, gah qorxulu, gah da şən, boğdu bizi tərəddüdlər axarı. Yuxularda əllər gördük birləşən, ay uzduqsa hicran oldu axarı. Nə biləydik, bu sevginin sonu yox. Nə biləydik, dünya belə dönəcək. Nə biləydik, sevgi adlı bu qonaq üzümüzə baxa-baxa öləcək. Teşekkürler. Çok güzel şiir. Size de var olun. Tamaşaçımız 8104 nömrəli tamaşaçımıza deyirəm ki, zəng vurmayın da. Sevda xanım yazır, Lənkərandan salamlayır. Qonaqlarımızı, hər birinizi, tamaşaçılarımızı. Yenə də zəng vurursunuz, bilmirəm, yəqin baxmırsınız. Baxsınız, bilərsiniz ki, canlı efirdə zəngləri biz açmırıq. Amma SMS-ləri yazın, hamısını bir-bir səsləndirəcəm. Bu axşam yenə də könüllər nəğmə ilə birləşir, çünki nəğməli dünyadayıq. Hə, nə demək istədim, Tahirə xanım, bu son zamanlar görürəm ki, bizim bəzi müğənnilərimiz də oxuyurlar efirdə. Onların geyim tərzini siz də bəyənmirsiniz. Eşitmişdim, keçən dəfə dediniz. Biz siz... Xuraman xanım, ürəkləri istəyir, elə də giyinirlər. Mən heç də deyə bilmərəm. Öz şəxsi işləridir o. Necə giyinir, necə giyinir. Xalq bunu ki, qəbul edir. Olub mu ki, hansı kiməsə deyərsən, irad tutasınız? Olub elə bir şey? Ürəkləri istəyir, giyinirlər, yaxşı edirlər, zaman adamlarıdır. Doğrudan deyil, yaxşı. Siz də deyil, bayaq başqa söz dedin. Hə, görək də deyil. Buyur, Cavahir xanım, sizə eşidək. Amma Xuraman xanım, mən deyərdim ki,
çox açıq-saçıq bizim İslam şəriətinə uyğun deyil. Mən demirəm tam qapanmaq, örtülmək. Bu əlbəttə ki, Allah hamımıza nəsib eləsin. Bizim şəriətimizdə necə örtülmək buyurulubdursa, elə eləyək. Amma açıq-saçığı mən qəbul eləmirəm şəxsən. Qəbul eləmirəm. Çünki qadının zinət yerləri nə qədər bağlı olsa, o qadın o qədər gözəldir. Baxın, nə qədər gözəlsiniz bugün siz. Daha açıq-saçıq geyinə bilərdiniz. Tahirə xanım, ümumiyyətlə, mən açıq-saçığı qəbul eləmirəm. Heç vaxt eləməmişəm, nə də eləmərəm. İnsan nə qədər danışığına, geyiminə, hərəkətlərinə çərçivə qoyarsa, hədd qoyarsa, o qədər qiymətli, dəyərli olar. Çox gözəl fikir söylədiniz. Bax, onu demək istərdim ki, deyirsiniz ki, yəni hər şeydə sədd lazımdır da, hətta münasibətlərdə, dostluqda da sədd mütləq lazımdır ki, o səddi keşfəyəsən də, arada hörmət də itir onda. Elə deyirsiniz? Əlbəttə, çox insan nə qədər abrına bürünərsə, abrına bürünmək bizim şəriətimizdən var. Peyğəmbər əleyhissalama gəlib deyirlər ki, ya Peyğəmbər, səhabələri sual verir, ya Peyğəmbər, mən evlənmək istəyirəm, necə bir xanımla evlənim, imkanlı, varı xanımla mı, zahiri gözəl xanımla mı, yoxsa daxili gözəl xanımla mı, imanı gözəl xanımla mı? Peyğəmbər əleyhissalam deyir ki, siz imanı gözəllə evlənin. Çünki o Allah qatında ən gözəl xanımdır. Niyə? Peyğəmbərə daş atırlar, hər şey eləyirlər. Ancaq Peyğəmbər onlara pis qayıtmır, abrına bürünür, Allaha sığınır. Ona görə hər şeydə çərçivə yaxşıdır. Sənə pislik eləyənə də... Düz deyirlər, baxın, hamı buradandır. Xoşum gəlir də. Müəllim, sən kimə mesaj yazırsan efir vaxtı? Kimə mesaj yazırsan? Yaman dayanmırsan, saniyə və saniyə yaz. Xanımındır. Kimsə izləyir, sizdə yazırsın ki, necə görünürəm. Olar. Ya, deyir, xanım bilər, efirə baxır, özdə yoldaşım. Yaxşı, bilirəm, elə-belə dedim. Telefonu zəhmət olmasa. Kənarlaşdıraq. Əzizlərimiz, əziz izləyicilərimiz, SMS-lərimizdən bir-ikisini oxuyuruq. Sonra isə Əvəzxan müəllim sizə salamlar var. Şamaxıdan yazıb tamaşaçımız salamlayır. Əvəzxan müəllimdən bir gözəl ana muğamı gəlsin, deyir tamaşaçımız. Səs atan isə Akif müəllim, səs atmayın, yazın, yazıları oxuya bilərəm. Əvəzxan müəllim, bir canlı ifa istəyirlər. Oxuya bilərsinizmi bir ana muğamı, bir bənd də olsa olar? Nə olacaq? Eyb yoxdur, qoy Tahirə xanım oxusun, yəni qəlbini qırmayaq da tamaşaçımızı. Buyur, bir bənd, bir muğam oxu. Bahar çiçeğidir arzum dileyim ah. Bahar çiçeğidir arzum dileyim, kaş arzum dileyin olaydım ana, olaydım ana. Yüreğim yağlamay. Yüreğin qocalıp zəif vursa da, qocalmış yüreğin olaydım ana, olaydım ana. Ana başa tacdır, ana başa tacdır, hər dərdə əlacdır. Evlat belə loğman olsa da, evlat belə loğman olsa da, yenə anaya möhtacdır. Aman ayım, ah, aman. Çox sağ olun, Allah analarımızı var eləsin, ölənlərə də rəhmət eləsin. Tahirə xanım, canlı ifada sizi ən çox nə həyəcanlandırır? Hansı an həyəcanlandırır? Muğam həyəcanlandırır. O gün mən çox muğam oxumuram. Muğamı oxuyan oxuyub gedib. Mən də İndi də oxuyanlar var. Başını dolandırıram. İndi də oxuyanlar var da, Tahirə xanım. İndi də oxusunlar da Allah canlansaq, heç kəs heç nə deyə bilmərəm. Sizcə yaxşı xanəndəni fərqləndirən ən əsas xüsusiyyət nədir? Onun xasiyyəti. Mən çox xasiyyətə qiymət verirəm. Yaxşı oxuyan, yaxşı sənətkarlar yadınızda həmişə sadə olur. Belə Alim Qasımov gözəl sənətkardır. Çox sadədir, mən onu sevirəm. Yəni siz sadəliyə daha çox üstünlük verirsiniz. Çox təəssüflə qeyd edirəm. Səkinə İsmailovadır canım, o da sadədir.
Onu da sevirəm. Gül yanaq, gül yaz qızları. Onlar da Bacılar. sadə qızlardır. Siz də sadəsiz. Mən də sadəyəm, mən də gözələm, mən də qəşəngəm. Bax, əsas odur, özünüz. Ay Allah. Deyir, özünü sevməsən, səni kimsə sevməz, sevmək lazımdır. Hər kəsən Bugünkü imicinizi də çox bəyəndim. Çox sağ ol canım. Qəşəng görünür, maşallah. Deyir, nəslə çəkirəm də, Allah Taala hamını var eləsin də. Mən millətimi sevirəm, millətimə qurban olum. Mənim millətim həmişə qəşəng olub, həmişə varlı olub. Allah bizi başımızdan töksün, hər şeyi. Bizim millətə versin. Ben istədim elə Əvəzxan müəllim, siz də o sualımı cavablandırasınız, elə hər birinizə aiddir. Muğam dinləyəndə insanda bir kövrəlik yaranır da. Hansı muğam sizi kövrəldir? Hansı muğamdır? Bu təbiidir ki, segah. Segah, ha. Siz də segahda? Bəli. Ən belə insanı yerindən tərpədən. Segah. Bəli, ən incə hissəli toxunan. Ana laylanı görsən segahsa çalır. Uşaq segahsa çalır, ana layla salanda yatır. Bəli. Bax, mən bir sinə bilmək istəyirəm, Əvəzxan müəllim. Bu mənim üçün çox vacibdir. Elə bir ifalar var ki, insanlar dinlədikcə, məsələn, muğamdan söhbət gedir də, kövrəlirlər, ümumiyyətlə, keçmişləri yadlarına düşür və yaxud da ki, itirdiyi əzizləri yadına düşür. Çox zaman belə hadisələr baş verir. Muğam insanın ruhuna necə təsir edir? Muğam bir dəryadır. İnanın ki, muğamı oxuyanda xanəndə özü gərək həm muğamı başa düşsün, həm qəzəli. Məsələn, bəzi xanəndələr var, qəzəldə demək olar ki, tam başqa bir temadır. Tam başqa bir ağır temadır. Mövzu. Gülə-gülə deyir qəzəli. Bəli. Amma Və orada yaxud ola bilərmi ki, o qəzəldə sözlərə aydınlıq gəlmə bilməsin, elə gülə-gülə də oxuyur? Bəli, məsələn, bu aşıqlarda biraz, xanəndələrdə biraz hasaddır. Çünki oturur, əyləşir yerində, oxuyur, kim nətər qabul eləsin. Amma aşıqlarda çətin idi. Məsələn, mən az çəkmək istəmirəm, gözəl bir aşıq vardı, toyuxanada gedir, dururdu cavanların yanında, deyirdi, zalim azar aldı, apardı canım, bilmədi qədrimi bir loğman mənim. Məsələn, gəlir, durdur, qocalar deyir, sevgilim, eşq olmasa varlıq bütün əfsanədir. Ona görə gərək biləsən, hardan oxuyasan. Sonra muğamın özünə aidıq qəzəli var, qoşması var. Xanəndə bunu bilməlidir. Əgər bilməsə, o nə xanəndə, nə də onun heç bir şey olmaz. O bir gözəl də dedi, sualımı cavablandırdı. Ümumiyyətlə, muğam oxumaq üçün səs kifayətdirmi? Siz də deyə bilərsiniz, cavablandıra bilərsiniz. Səs kifayətdirmi? Məsələn, muğam oxumağa səs təkcə kifayətdirmi? Muğam oxuyanın səsi olmalıdır, əlbəttə. Səsi olmayan adam necə oxuya bilər Mənsur yəni? Segahı, Çargahı, Humayuni. Səs bir dənə gəldi, getdi, Rübabə xanım gəldi, getdi. Muğam da gəldi, Rübabə ilə getdi. O xalq sevir, mən sevinirəm ki, o ölməz, əvəz edilməz müğənnimiz. Əlbəttə, elə olmalıdır. Muğamın, əgər Əvəzxan düz demirəm, muğam oxuysa sənin səsin olmalıdır. Risk eləmək olmaz. Rübabə dedi, xətirlər xətrinə Leyli oynamaq olmaz. O mənim yadımda qalır. Bəs indi bugün gənclərimiz görürsünüz ki, gənc ifaçılarımız var. Onlar ümumiyyətlə sizlə belə münasibəti olan varmı ki, sizi dinləmək istəyən və yaxud da ki, desinlər? Mənim vaxtım yoxdur. Hərdə məclislərdə, bir yerdə, zətdə, tədbirlərdə görüşürük. Bəs Rübabə xanımı dinləyən varmı sizcə? Rübabə xanım hamı dinləyir. Onu dinləməyən insan yoxdur. O bir dənə müğənni də gəldi, getdi. Bilsin, indi bugün o qədər janrlar var ki, musiqi janrları. Yəni, ona görə demək istədim. Başa düşən adam başa düşür, indi Allah onları almasın bizim əlimizdən. Mən də onu Allaha yalvarıram. Şansında kim nə qalıb, o qalsın. Onlar da indi zamana müğənniləridir, lüt giyinirlər, çılpaq giyinirlər. Nə giyinirlər, o şəxsi işləridir. Maraqlıdır da o vaxtlar, amma geyimlər tamam fərqli idi. Giyinirlər, əgər yaraşırsa ona qoy giyinsin. Mən deyə bilmərəm, mən sözümlə desəm ki, o belə giyinir, o düzələcək. Yox. Hər kəsin öz fikri var da. Hər kəsin öz fikri var, öz idealı var, özü bilər. Doğrudur. Düzdür, Xuraman xanım, düz demədim bəlkə. Düz deyirsiniz. Mən də sizin fikrinizə hörmətlə yanaşıram. Tamaşaçımız yazıb, hər birinizi salamlayır
və təşəkkür edirəm. 49-72 nömrəli abunəçi zəng vurmayın, əziyyət çəkməyin, zənglərinizi açmayacağım. Dinləyicilərdən eşitdiyiniz ən yadda qalan söz nə olub? Dinləyicilər, məsələn, sizi dinləyənlər sizi dinləyiblər. Ən yadda qalan söz hansı söz olub ki, bugün də yadınıza düşəndə kövrəlirsiniz? Çox sağ olun Rübab. Mənim rəqabım Rübabdadır. Doğrudan? Bəli. O vaxt mənə verdilər. Çox nazlanırsan, Çox sağ olun Rübab. Halal olsun. Xoşum gəlir. Elə bunu deyirlər, Allah canlarını sağ eləsin. Hə, onu deyəndə sizə xoş olur, hə? Bəli, mən demirəm ki, mən Rübabiyəm. Hər halda bir damcı onun səsində məndə var. Hə, var. Mən yekəxanalıq eləmərəm. Kim xoş deyir, aparır. Xoşuna gəlir, oxuyur. Toylara gedirsiniz? Olanda gedirəm, olmayanda yox. Allah onu verir ruzunu. Hə. Əsas odur ki, bir sosial şəbəkələrdə də paylaşma edirsiniz də? Hə, indi oxuyanların sayı çoxdur, Raman. Bilmirəm, hamı oxuyur. Hamı oxumaq istəyir. Nədir o xəstəliyə düşüb? Elə bir virusda hamı oxumaq istəyir. İnsanların canını, Allah and olsun. Özü qiymət də oxuyurlar cəmaata. Mən qiymət oxumuram. O günahdır. Kimin nəyə gücü çatır, hə? Bəli, bəli. Ay, nə gözəl. Allah can sağlığı versin. Düzdürəm, bəlkə düzdürmürəm. Yox, indi bilmirəm, valla yarım saatını elə qiymət deyirlər ki, heç baxırsan. Halal xoşlar, bacarırlar. O qiymətə nələr almaq olar, nələr? Ay qız, bacarana can qurban, mən bunu deyə bilərəm. Qutardı getdi, qutardı getdi. Hamının da tərəfinə səndə. Hamının tərəfinə, nə gözəl. Çox sağ ol. Deyirəm, qoy bir-iki SMS oxuyum, təbrikimiz var. Aygün xanımın bugün doğum günüdür, saraydan bizi izləyirlər. Salamlayıram, təbrik edirəm. Böyük qız olasan, bax. Alqışlar sizin üçündür. Digər SMS 177 oldu SMS-lərimiz. Oxuya bilmədiklərim məndən inciməsin. Səs atırsınız. Salam Xuraman xanım, Əvəzxan müəllimdən nar ağacı, nar çiçəyini istəyirəm. Oxusun. Qubalı balası yazıb. Salam, axşamınız xeyir. Aha. O birazdan oxuyacaq, narahat olmayın, səsləndirərik. Salam, axşamınız xeyir olsun. Hər birinizə salamlayıram. Bərdədən gitara ifaçısı Şirxan Sərxanoğludur. Şirxan, çox sağ olun, xoş sözlərinizə görə. Qonaqlarımızı salamlayırım. Lənkərandan SMS-lərimizə görə təşəkkür edirəm. Çox sağ olun, xoş sözlər yazmışsınız. Hər birinizə deyir, o insan könlünün gözü ilə görəndə hər şeyi gözəl görür. Gərək sənin qəlbin o qədər gözəl ola ki, insanları da gözəl görəsən. Amma mən həmişə deyirəm, hansı o prosedurlara gedəsən, üzündə təbiilik yaransın, gözəllik yaransın. Əgər sən iç dünyan gözəl deyilsə, o mümkün deyil. Ona görə də həmişə qəlbin təmiz olmalıdır, paxıl olmamalısan ki, Allah da sənə nur versin. Musiqi ilə proqramımızı davam edək. Hə, hörmətli rejissorlarımız. Aha, deməli, indi gözəl bir ifamızla davam edək. Daha sonra bizim dəyərlimiz gözəl bir şeyi söyləyəcək bizə. Burada sevgilimlə neçə il qabaq, burada sevgilimlə neçə il qabaq, bir nar çubuğunu bastırdı yerə, bir nar çubuğunu bastırdı yerə. Nar ağacı, nar çiçeği, bir ulduzdur hər ləçəyi. Nar ağacı, nar çiçeği, nə gözəldir yar göçəyi. Seyretme ağacın dolma yerini, bircə çiçək qalıb arı çiçəklər, bircə çiçək qalıb arı çiçəklər. Onun qızılı deyil ləkəylərini, onun qızılı deyil ləkəylərini,
Yayları dökümüdür ya da küleyler, yayları dökümüdür ya da küleyler. Nar ağacı nar çiçeği ne güzeldir yar göçeği. Nar ağacı nar çiçeği döyüp duran kar çiçeği. Çekerdim, şükür ettim, Allah sevdim. Müştakılam, canı kurban eylem. Müştakılam, can kurban eylem. Ah ettiler, ah Allah sevdim. Eşkireler, könlüm efendiler, alıştı can, köftarını gendeler. Zülfünüyle hüsnü bir der bendeler. Zülfünüyle hüsnün Bakıram kalbimde arzu uyanır, bakıram kalbimde arzu uyanır. Uzak hayallerim alıp kalbimi, uzak hayallerim alıp kalbimi. Sanki ay nurunda ulduzdur uyanır, sanki ay nurunda ulduzdur uyanır. Basanlar çiçeği keşkimi kimi, basanlar çiçeği keşkimi kimi. Nar ağacı nar çiçeği, hele yine nar çiçeği. Nar ağacı nar çiçeği, ne güzeldir yar göçeği. Nar ağacı nar çiçeği, hele vardır yar çiçeği. Nar ağacı nar çiçeği, hele yine var çiçeği, çiçeği bala. Bir daha. Teşekkür ederim. Çok sağ ol. Allah sizi var eləsin. Allah sizə. Çok sağ olun. Allah sizi var eləsin. Allah xalqımı var eləsin. Ölkəmizə əmin-amanlıq eləsin. Sülh olsun. Biz də gedək onların xeyir işində həmişə iştirak edək. Teşekkür ederim. Allah'tan da size mən şəfa diləyirəm. Allah sizə şəfa versin. Tez sağalın çünkü siz bize lazımsınız. Gözəl ifalarınızı eşidək Sağ və olsun zövq alaq. həkimlərimiz. Nə qədər Şakir kimi, İlqar kimi həkimlər var. Şakir, professor, Respublikanski Balnisədə işləyir. Allah korusun. İlqar həkim, Tusi adına Balnisədə. Allah hamısını qorusun bütün həkimlərimizi. Beləncə ayağa qaldırıblar. Olmasaydı bəlkə də mən biraz çətin vəziyyət olacaq. Mən sizlə razıyam, elə deməyin. Allah özü ömrünüzü uzun eləsin. Mən də həkimin adını deyim də Hafiz doktor. Nə olur, bura xəstəxanada. Simaşqada. Xəstəxana deyil. Siz deyək kimi başladı bu da.
O da yaxşı gözümü mualicə elədi. Ümumiyyətlə, Azərbaycanımızın bütün həkimlərini Allah qorusun. Amin, Çünki, amin. bax, gəlin etiraf edək də, əvvəllər dəqiq diaqnoz üçün biz xarici ölkələrə gedirdik. Artıq bu tendensiya yığışdırılır və Azərbaycanımızda gözəl, səvatlı həkimlərimiz var ki, səhhətimizdə olan problemləri istər ultrasəs müayinəsi zamanı, istər kardioqrama zamanı hamısını... Xəstə deyiləm. Xurama xanım, inanın ki. Linza qoydurmuşsan? Bəli, bəli. Heç nə rəng qoymuşsan? Nə rəngdə o linza? Ağ rəngində. Ağ rəngdə linza olur səndə. Göz rəngində. Göz rəngi. Səndə nələr varmış? O qədər xəstəxanada mənə gözəl baxdılar. Sənətkar deyədi. İnanırsan, mən heç özümə inanmırdım ki. Niyə inanmırdınız ki? Yox da, yəni bu qədər məni çox sevinlər məni. Ay, siz sevilirsiniz. Və bu qədər Xalqın belə sevgisidir. mədəni xidmət özə bizim xəstəxanada. Həqiqi mən düşünməmişdim, çoxdur, mən heç xəstəxanada olmamışam. Bir getmişsiniz, bir də getməyin, ancaq müayinə üçün Allah gedəsiniz. göstərməsin. Allah şəfa versin, sağ Amma olun. təşəkkür edirəm bütün o... Bütün həkimlərimizə, bəli. Ümumiyyətlə, bütün həkimlərimizə Eşq sağ olsun. olsunlar. Yaxşı ki, bizim gözəl həkimlərimiz var, Allah hamısını Qəhrəman qorusun. doktor var. Mən də bizim Sumqayıtımızda... Yadımdan çıxıb, qəhrəman doktor, mənim əziz dostum, qardaşım. Ona da təşəkkürüm bildirəm, çox gözəl. Sağ olsunlar, sağ Sağ olsunlar olsun. bütün həkimlərimiz. İndi isə reklamlarımızın vaxtı, zamanıdır. Əzizlərimiz, reklama ayrılırıq. Reklamdan sonra buradayıq. Diqqətiniz bizdə olsun. Ay üzüm hoş sözüm canım aldı ya. Ay üzüm hoş sözüm canım aldı ya. Bakışın könlümü oda saldı ya. Bakışın könlümü oda saldı ya. Niye ben sen benden üzden derdi ya. Niye ben sen benden üzden derdi ya. Sözümüze demiz harda kaldı ya. Sözümüze demiz harda kaldı ya. Oy bizim devranımız bahar olsun ya. Oy bizim devranımız bahar olsun ya. Ehdimizin kanımız oy var olsun ya. Ehdimizin kanımız oy var olsun ya. Ömrümü bu günlü bülbülü balında. Ömrümü bu günlü bülbülü balında. Ne boran ne duman ne kar olsun ya. Ne boran ne duman ne kar olsun ya. Ay gülüm gülşenim her dileğim ya. Ay gülüm gülşenim her dileğim ya. Koyma hicranını dert eyleyim ya. Koyma hicranını dert eyleyim ya. Bir diye bir güle bir şad olak ya. Bir diye bir güle bir şad olak ya. Sana kurban canım hem yüreğim ya. Sana kurban canım hem yüreğim ya. Oy bizim devranımız bahar olsun ya. Oy bizim devranımız bahar olsun ya. Ehdimizin karımız oy var olsun ya. Ehdimizin karımız oy var olsun ya. Ömrümü bu günü bülbülü balında. Ömrümü bu günü bülbülü balında. Ne boran ne duman ne kar olsun ya. 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 Teşekkürler. Çox sağ olun, sağ olun. Sağ olun. Deyirəm, Tahirə xanım, yaman tez-tez gelirsən ora. Yaman tez-tez gelirsən. Qoydun, bəlkə bəxtim açıldı. Teşekkür ederim. Çok
sağ olun dostlar, var olasınız. İndi isə mən salamım var. Ağdaşdan hal-hazırda Ləki kəndindən bizi izləyirlər. Yusuf bəy sizi salamlayıram, Vəfa müəlliməni salamlayıram. Allah sizi var eləsin. Mərahimi, İlahəni və balaca uğur böcəyim var, Narin. Narin balamızı salamlayıram, Ülkəri salamlayıram, Fəridi salamlayıram. Baxırlar hal-hazırda bizə Mədəfir vasitəsilə sizi çox sevdiyimi deyirəm. Mərahimi, az qalmışdı bundan səni. Mərahim sizi də hər birinizi salamlayıram. Uğur böcəyim, Narin səni çox sevirəm. Sabahları Ağdaşda səni belə bağrıma basıb öpəcəm. Bax buradan qucaq dolusu salamlar. Təşəkkürlər əzizlərimiz, təşəkkür edirəm. İndi isə SMS-lərdən bir-ikisini oxuyum, sonra Cavahir xanım hazırlaşın, bir gözəl şeir deyəsiniz. Salam, hər vaxtınız xeyir olsa, hər birinizi salamlayıram. Bərdədən də salam, çox sağ olun. Əleykümə salam. Sevda xanımın ad günüdür. Əvəzxan mənim siz salamlayırlar. Tahirə xanıma salamlar, çox sağ olun, təşəkkür edirəm. Gözəl sözlər yazmışsınız, bilirsiniz də xoş sözə mənə də enerji verir. Ürəkdən gələn sözlərə görə təşəkkür edirəm. Bəzi paxıllar var ki, adi bir xoş sözü deməyi bacarmırlar, vay sizin halınıza. İndi isə gözəl bir şeirlə davam edək, buyur. Mən bütün şərəfli analar qarşısında baş əyirəm. Peyğəmbərlərimizi doğan da analarımızdır. Və şərəfli ana odur ki, evladını tərbiyəli böyüdür. Cəmiyyətimizə, dövlətimizə, ictimaiyyətimizə abırına bürünmüş, namuslu, qeyrətli oğullar, qızlar verir. Və o analar qarşısında baş əyirəm ki, pulu da olmasa, o uşaqları elə tərbiyə edir ki, uşaq hiss eləmir. O qədər doğmasan, o qədər əziz. Sənin tək istəkli bir olanım yox. Ay hissi, duyğusu hamıdan təmiz. Sənə məhəbbətim hər istəkdən çox. Sənə sədaqətim ölçü qədərsiz, dünya bu sevgidən nədən xəbərsiz? Duyanlar önündə qaldılar səssiz. Sənin tək istəkli bir olanım yox. Çəkilsin önündən daşlar, təpələr, ay ana, başına altun səpələr. Daha bu dünyaya sən tək kim gələr? Kim gələr ki, olsun gözü böylə tox? Cəvahir qurbandır gül camalına, dilindən süzülən sözün balına, incə gülüşünə, xoş rəftarına. Ya Rəbbim, ya Rəsulallahım, sən bizə anaları görmə çox. Ana məhəbbətim hər istəkdən çox, ana sədaqətim hər istəkdən çox. Yaşasın analarımız, atalarımız, dünyasını dəyişənlərə də rəhmət diləyirəm. Var olun. Təşəkkür edirəm, gözəl şeirə görə. Müəllifi kim idi? Cavahir Qaraqızı. Ay sağ ol, müəllifi də deyək, çox sağ olun. Gözəl şeydir Cavahir. Deyir, o Qaraqız kimdir? Adlısı? Qaraqızı. Mənim atam Xuraman xanım Gürcüstanda millət vəkili olub. Onun adı Hümbət idi. Ancaq ki, atam balaca vaxtı qarayağız imiş da, buğday imiş, hamı qara deyib. Və heç kəs bizi Hümbət qızı deyə tanımadı. Ona görə mən Cavahir Qaraqızı götürdüm. Təşəkkür edirəm, çox sağ olun, minnətdarım. Geyinmə görə isə əzizlərimiz, əziz izləyicilərimiz Sarina mağazasına təşəkkür edirəm. Mənim dəyişməz sponsorum Sarina mağazasında hər rəngdə gözəl geyimlər var. İndi yay fəslindəyik və mağaza yaxınlaşıb mənim adımdan kim müraciət etsə endirimlə gözəl geyimlər əldə edə biləcək. Ayaqqabılar, çantalar, sport stilində geyimlər, ziyafət geyimləri. Necə geyim istəyirsinizsə, kilolu xanımlarımız bəzən əziyyət çəkirlər. Sarina mağazasına gedirsiniz, müraciət edin və istədiyin geyimləri əldə edə bilərsiniz. Təşəkkür edirəm. Burada bizim kameramanlarımızın hər birinə uğurlar arzu edirəm. Çox sağ olun. Efir rejissorumuz, səs rejissorumuz və burada əyləşən tamaşaçılarımız. Bir sağollaşırıq. Nəğməli dünyanı yekunlaşdırırıq. Görüşmə müdiri sizdən ayrılıram. Siz sağ, biz salamat olaq.
yok anası. Güle güle naz eyleyin, 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 naz eyleyin, naz eyleyin. Salım kızı Mecebeleyim